o kəslər ki, onlar özlərini Qur'anilər adlandırırlar. Yəni, biz ancaq Qur'ana tabi oluruq, Qur'andan başqa heç nə götürmürük. Birinci, bu ad batildir və ad onların özlərinə ziddir. Əsl Qur'anilər bizik. Çünki Qur'ana tabiçilik, Peyğəmbərə tabiçilikdən danışır. Ati'ullah və ati'ur rasul. Allaha və onun rasuluna tabi. Allaha tabi olmaq, onun kitabına, rasuluna tabi olmaq, onun sünnətinə tabi olmaqdır. Əgər biri desə ki, yox, Allaha tabi olun və rasuluna, yəni yenə Allaha tabi olun. Kitaba, yəni Allah Rasulü sallallahu aleyhi və səlləmə nazil olmuş kitaba izaha ehtiyac yoxdur. Hər kəs necə istəyir elə başa düşsün. Ona görə ərəb dili alimləri icma ediblər ki, yəni lüğət alimləri icma ediblər ki, vav bu ayırıcıdır. Yəni əgər bunlar dilərsə Allah və Rasuluna, kitaba və hikmətə eyni şeydirsə, onda kitaba və kitaba tabi olun. Yəni Qur'an-ı Kərimdə belə bir üslub yoxdur. Həmçinin ərəb dili lüğətində belə üslub yoxdur.